Məhəmməd Əmin Rəsulzadə müasir Azərbaycan tarixində şəriksiz rolu olan bu insanı gözü yaşlı təsəvvür edə bilirsinizmi? Onun 50-ci illərə aid səs yazısındakı miskil çoxlarını ağladıb. Buna şahidik. Rəsulzadənin səsindəki inan və qəhərə etinasız qalmaq çətindir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prensipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, Qızıl İstirkaz zülmü altında inleyen əziz vətənimizdə 1918-28 Mayıs kimi yeniden doğacaktır. Buna qətiyyən şübhə etmeyiniz vətəndaşlar. Bəs onun özü, o ağlayıbmı, ağlayıbsa nələrə? Ağlamaq insanın təbii haldır. Rəsulzadənin həyatında da çox kədərli, dözülməz anlar olub. Şəxsi həyatındakı müsibətlər, ictimai siyasi həyatda üzləşdiyi sarsıntılar çox realdır ki, Rəsulzadənin göz yaşına hakim olmağa imkan verməsin. Fəqət mən fərziyələrlə yox, əlimin altında olan dəqiq faktlardan çıxış etmək istəyirəm. O faktlar ki, Məhəmməd Əmin Rəsulzadə özü onları qələmə alıb. İstinadım İqbal qəzetinin 19 noyabr 1913-cü il və 14 noyabr 1914-cü il saylarında onun məqalələridir. Birinci məqalənin adı Oxşamadır. Oxşama bizim ağı adlanan hüzur ritualıdır. Bu, qadın yas mərasimində baş tutur və bir qayda olaraq orada baş rolda heç kim olmur. Yəni, mərasimin idarə edicisi yoxdur. Hüzurdakı hər kəs bayatı və ona bənzər formada dərdini, ölüb keçənlərini yad edir. Hüzur yiyəsi ilə yanaşı, hər kəs öz ölüsünü ağladıb, ürəyini boşaldır. Elə buna görədir ki, qadın məclisləri, oxşama səhnələri daha təbii, təsirli və ağır olur. Bunun üzərinə qadınların emosional tiplərini gələndə vəziyyət lap tüdləşir. Rəsulzadənin də ilk dəfə özünün yazdığına görə oxşama səhnələri ağladıb. Özü də baylana qədər. O yazırdı. Babam ölmüşdü, həyətimizdə arvadların oxşaması uzalmışdı. Bu oxşama mərsiyələrdən daha qüvvətli çıxdı. Hay-hay ilə ağladım və özümdən getdim. Müəllif əlavə edir ki, bu hadisə onun psixologiyasına bir müddət təsir edir. Sitat. Ondan sonra arvadların giriyəsinə, yəni ağlamasına qarşı özümdə daim bir zəiflik hiss etmişəm. Heç bir arvadı ağlar görəməm. Haman ona rəfiq giriyə olmam. Oxşama məqaləsinin əvvəlində Rəsulzadə özü haqda başqa maraqlı məlumatlar bölüşür. O bildirir ki, çox güləyən olmasa da zarınc, ağlağan da olmayıb. Onu uşaqlıqdan tanıyanlar şahidlik edib ki, balaca Məhəmməd sakit, səssiz olub. Bütün uşaqların böyükləri ram edib, nəyisə əldə etmək üçün istifadə etdiyi silahdan, ağlamaqdan o istifadə etməyib. Daha sonra yetkinlik illərini yada salır Rəsulzadə. Bildirir ki, məscidə gedər, burada rövzələrə, nöfələrə, ağlamaq üçün icra edilən məhərrəmlik nümayişlərinə baxar, lakin heç cürə ağlaya bilməzmiş. Rəsulzadə bəzən utandığından özünü yalandan ağlamağa vurduğunu da etiraf edir. Yazır. Bəzən bu daş qəlbliyimə hətta acığım tutuyor, özümdən ikrah ediyorum. Fəqət nə eləməli? Gözümdən yaş yox. Bəs o niyə ağlamaq üçün bu qədər səy göstərir? Cavab var, yazırdı. Bir müminin həyatı ancaq göz yaşı ilə incilər. Mən də bir mümin olmaq fikrində idim. Rəsulzadə bu etiraflarını fəqət sonra ağlar vaxtlarım oldu qeydi ilə tamamlayır və nadir də olsa göz yaşına səbəb olacaq halları göstərir. Məqalədə yazılır. İnsan darlığında, müsibət və matəmlərdə yeganə murad-ı təsəlli ola acı giriyələrə nail oldum. Yalnız dini bir təsir deyil, bəşəri bir təsirlə ağladım. O vaxt ağlamaqda bir mükafat olduğunu ümid ediyor, fəqət ağlaya bilmiyordum. İndi ağlamağın heç bir bahası olmadığını biliyorum, fəqət bil ixtiyar ağlıyorum. Mənə belə bir təbii ağlamağı ilk dəfə arvad nöfhələri bəxş etdi. Ağlamaq mövzusuna Rəsulzadə başqa bir məqaləsində də toxunur. Bu, İqbal qəzetinin 1914-cü il 14 noyabr sayılı Aşra adlı yazıdır. Rəsulzadə bu məqaləsində ağlamaq mövzusuna məhərrəmlik, təziyə mərasimləri üzərindən gəlir. Bu məqalədə də Rəsulzadə dini baxımdan ağlamağa qarşı birbaşa çıxmır. Əksinə o qeydlərində göstərir ki, göz yaşı mümini inciləşdirir, imanı təzələyir, ona istirahət verir. Lakin söhbət dünyanın işlərindən gedirsə, Rəsulzadə bu yerdə göz yaşının heç bir işə yaramadığını, faydasız olduğunu şiddətlə vurğulayır və ondan qaçmağı təşviq edir. Üstəlik,
nəsihətvari yox, gözəl izahla. Oxuyaq. Təbiət olduqca qəddar və rəhimsizdir. O göz yaşlarına zərrə qədər də əhəmiyyət verməz. O gülməyə, ağlamağa qarşı da laqeyddir. Hələ ağlamaqdan biraz daha zəhləsi gedər. Çünki ağlamaq acizlik əlamətidir. Acizlərin isə təbiət ən birinci düşmənidir. Qüvvətli olanı saxlar, zəif olanı əzər. Budur onun rəftarı. Siz gəlin də bu xəsiyyətindən ötürü ona kəcmadər, yəni istək və arzulara qarşı çıxan deyiniz. Fəqət bu onun getdiyi doğru bir yoldur. Fələyin kəcmadər olduğunu anlayalım və böyle bir zalimə qələbə çala bilmək üçün insanı boşaldan göz yaşlarından deyil, fikir istiqaməti və əqidə sabatı ilə əməlpərvərlikdən kömək gözləyəlim.